Bəzi adamlar bizə deyir ki, ona filan kəs qədəri inkar elədi, axirəti isə onu müsəlman saydı. Mən onu müsəlman saymıram. 6 rükundan birini inkar eləyən müsəlman saymıram. Amma təyin olanda, hə, deyirəm, diyan. Ola bilər dəlidir, xəstədir, nə bilim, bəlkə ikrah altındadır. Bəlkə heç bilmir belə şey var. Ona görə bir dəfə Peyğəmbər s.ə.v-in karikaturalarını çəkirdilər, yazıda gəlirsə Fransada. O vaxtı bizim qardaşlarımızdan biri gəlib məscidə girib. Girib məscidə təzə hidayət olub. Qardaşa deyib ki, mən də, əvvəl billah bilmir də, avamdır, cahildir. Deyib, mən də İsa Peyğəmbəri söydüm. Və mən də İsa Peyğəmbəri təhqir elədim. Deyib, niyə İsa? Deyir, o olan Peyğəmbər, bu da bizim Peyğəmbərdir, Məhəmməd s.ə.v. Elə bir ki, başa düşmür də, avamdır. Qardaş deyib ki, İsa da bizimdir, aleyhisselam. Musa da bizimdir, İbrahim də, hamısı bizimdir. Onlar hamısı müsəlman olublar. Yəni, onlar Muhammed s.ə.v-i təhqir edib deyən, sən İsa'nı təhqir eləmə. Deyib, necə ya, İsa da bizim Peyğəmbərdir. Mən biləm, İsa xristiyanların Peyğəmbərdir. Görsən, bilmir. Qardaş deyir, açdım Quran-ı Kərimdən, göstərdim ona bəzi ayələr İsa barədə. Deyir, bu kitabı verdə mi oxuyun? Bu kafirdir. Bu avamdır. Belə bilir ki, Musa gəlib Yahudilərə, elə başa düşür. Elə bilir. Elə bilir ki, İbrahim də belə umumidir, hamısının atasıdır. Sonra uşaqlar ixtilaf ediblər. Elə başa düşür. Yəni, görsən, təyin eləyəndə, başqa zor deyir, qardaş, bağışda, estağfurullah, tövbə edirəm, mən belə bilmirdim ki, İsa da müsəlman olub. Görsən, təyin başqadır, ümumi əqidə başqadır. Bizdə murciə deyilik, əlhəmdülillah. Kim bizə murciə deyir, o bilmir əqidəni. O bilmir usulu, o bilmir mənhəci, o bilmir, onun xəbəri yoxdur. Sadəcə özünü şey sayır ki, güya bu əqidən möhkəm saxlayıb cəmaatın işi gücü yoxdur.